Salam dostlar, mən İğdırda bilet aldım, ofisdə oturmuşam və avtobusumun gəlməsini gözləyirəm və bu arada istəyirəm sizə hava limanlarla əlaqəli, bilet ofislərlə əlaqəli bəzi sözləri öyrədəm. Deyək ki, siz İğdıra gəlibsiniz və Ərzuruma bilet almaq istəyirsiniz və türk dilində bilmirsiniz. Bilet satanına yaxınlaşırsınız və incisə deyirsiniz ki, Ərzuruma bilet varmı? Onu bu cür deyə bilərik. Is there a ticket to Erzurum? Erzurum'a bilet var mı? Karşıdakı adam sizdən soruşa bilər ki, siz gidiş-gəliş bileti istəyirsiniz, yoxsa tək tərəfli bilet? Və ingiliscəsində sizdən belə soruşacaq. Do you want a single ticket or a return ticket? Yəni siz gidiş-gəliş bileti, yoxsa tək tərəfli bilet istəyirsiniz? Tək tərəfli bilet istəyirsinizsə single ticket deyirsiniz. Gidiş-gəliş bileti istəyirsinizsə return ticket deyirsiniz. Biletin qiymətini soruşursunuz və bunu belə ifadə edə bilərik. How much does it cost? How much does it cost? O da deyir ki, misal üçün $20, $20 və bileti sizə yazır və buyurun deyir. Here you are. Siz də thanks sözünü deyə bilərsiniz, yəni təşəkkürlər.